Sevindirici xəbər aldıq. Gözləriniz aydın olsun. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. İlk öncə kanalıma abunə olub bəyənməyinizi xahiş edirəm. İmtahan nəticələri bir neçə gün əvvəl açıqlandı. Ali məktəbə qəbul olunan bütün tələbələri, valideynləri, müəllimləri təbrik edirəm. Mənim övladım da qəbul olundu. İndiki nəsil bilməz. O zaman Sovet dövründə kasıb balaları az sayda ancaq ya AZI adlanan Neft-Kimya İnstitutuna, ya pedaqoji, ya da maksimum halda Politexnik İnstitutuna qəbul ola bilirdilər. Tibb, hüquq və jurnalistika fakültələri, digər perspektivli ixtisaslar əl çatmaz idi onlara. Mən hələ o zaman 8-ci sinifdə Asəf Zeynallı adına musiqi məktəbinə uğurla imtahan verəndə ayda 150 manat maaş alan atamdan 1000 manat pul istəmişdilər. Əks təqdirdə mümkün olmazdı. Bəlkə də musiqiçi olacaqdım. Amma zamanın ədalət tərəzisi haqqın yanında deyildi, mənim xeyrimə işləmədi. O zaman belə idi. Amma bugün həqiqətən savadı, biliyi olan hər kəs arzuladığı olan ixtisasa qəbul ola bilir. Buna görə də bizə bu günləri bəxş edən, test üsulunun Azərbaycanda tətbiqinə yol açan eks-prezident mərhum Əbülfəz Elçibəyə və bu tətbiqi ilk olaraq uğurla həyata keçirən Vurğun Əyyuba Allahdan rəhmət diləyirəm. Məhz onların sayəsində kommunistlərin sıravi vətəndaşların üzünə qapatdıqları, ancaq imkanlı və yüksək rütbəli məmurların balalarının üzünə açıq olan ali məktəblərə bugün haqqı olanlar qəbul oluna bilir. Elçibəyə Allahdan min rəhmət, qəbul olunan tələbələrimizə isə uğurlar arzulayıram. Amma başqa bir məsələ haqda danışacağım. Telekanalların birində bir çıxış etmişdim. Mikrofonda səsimi kəsmişdilər. Demişdim ki, Sovet imperiyası ona görə güclü imperiya idi ki, özünə vətəndaş yetişdirə bilirdi. Pulsuz ali təhsil verirdi və həmin ali təhsil alanı da təyinatla, göndərişlə, işlə təmin edib vətəndaş kimi dövlətinə sadiq, daha doğrusu imperiyaya sadiq bir məmur edirdi. Təəssüf ki, bugün Azərbaycanda belə deyil. Orta məktəb şagirdinə kapital kimi baxılır. Uşaq məktəbi qutaran kimi 60-70% pullu ixtisaslara gedib bəziləri təhsil alır. Tutalım, hüquq fakültəsinin ödənişli ixtisasına qəbul olunan tələbə 4 ildə illik 5000 manat olmaqla 20 manat pul ödəyir. Həmin tələbə ali məktəbi bitirəndə ilk fikri nə olacaq? 1000 manata gedib hüquqşünas işləyəcəkmi? Yox. Onun əsas fikri olacaq ki, 4 ildə verdiyi 20.000 manat pulu necə çıxartsın? Və rüşvət alacaq. Rüşvət alacaq ki, verdiyi pulu qaytarıb yerinə qoya bilsin. Pullu təhsil gələcəkdə rüşvətxorluğa, korrupsiyaya yol açır, əzizlərim. Pullu təhsil yığışdırılmalıdır. Qəbul nəticələri açıqlananda mənə qəribə bir maraq gəldi. 77-27 qısa mesaj xidmətindən mesaj gəlir ki, filan kodlu ixtisasa qəbul olunmusan. Ardınca da yazılır ki, ixtisasın adını öyrənmək üçün 77-37-yə kodu göndərin. Bu nə tələsidir? Bu nə pul yığımıdır? Bu nə hoqqadır? İxtisasın adını 77-27-də bildiriş gələndə yazmaq olmazmı? Bu cəmaatın pulunu niyə xərclədirsiniz ki? Təzədən başqa mesaj xidmətinə kod göndərmək kimin ideyasıdır? Heç nə anlamadım. Gəlin bəzilərimiz boynumuza alaq. Uşaqlarımızı ali məktəbdə oxumasını nədən istəyirik? Elmə məhəbbətinə görəmi? Vətənə layiqli kadr olmasına görəmi? Axı 150 balla ali məktəbin pullusuna girən uşaq 10 ilə 150 ballıq elm öyrənibsə, bundan sonra 600 ballıq tələbə təfəkkürünə sahib olacaqmı? Yox. Bəs niyə görə? Ona görə ki, əskərliyə getməsinlər. Heç olmasa 4 il oxuyandan sonra getsə də həm əlində bir diplomu olur, həm də ki 1 il 6 ay yox, 1 il xidmət etsin. Sovet imperiyası ona görə güclü imperiya idi ki, ali məktəblərə qəbul olunan müəllimləri əskər aparmazdı.
o müəllimləri göndərərdi ki, vətənə gələcəyin əsgərləri olan şagirdlərin təhsilində, püxtələşməsində rol oynasınlar. Bəzi ali məktəblərdə də fərq qoyulmazdı. İndiki kimi 4 ildən 5 ildən sonra yox. Əskər vaxtı çatan kimi, hamı kimi gedərdi, xidmətini edərdi, qayıdandan sonra da təhsilini buraxdığı yerdən davam etdirərdi. 600-dən yuxarı bal toplayan Cavidan Məmmədov, Camal Hüseynov, qızıl medallı Ceyhun Hüseynov kimi işıqlı gənclər hərbi xidmət zamanı həlak oldular. Gərək mütləq bunlar hərbi xidmətlə vətən borcu verərdilər bu balalarımız. Elmləri, bilikləri, bacarıqları ilə müəyyən müəssisələrdə fəaliyyət göstərib vətənə borcu yerinə yetirə bilməzlərmi? Yaşasaydılar bəlkə də gələcəkdə Azərbaycanın müqəddəratını həll edəcək elm, siyasi, ictimai xadimlər olacaqdı. Ay Milli Məclis üzvləri, gedib böyükən yığana, itə təpik atana cərimə qanunu tətbiq etməyə əvəzinə təklif edin ki, tutalım 600-dən yuxarı bal toplayan tələbələr hərbi xidmətdən azad edilsinlər. Elmli, təfəkkürlü, parlaq gələcəyi olan uşağı aparıq daşda, torpaqda hər cürə tərbiyə alan əskərlərin arasında ora-bura rus demişkən şagat etdirib, torpaqlarda süründürüb, mülki həyata qaytaran da o işıqdan, o parlaqlıqdan əsər əlamət qalmır. Bildiklərini də unudurlar, həvəsləri də ölür. 600 ballıq uşaq gedib məktəbi yarımçıq qutaran bir əskərlikdə çavuşun əmri altında ora-bura addımlayıb, sürünüb, əyilib qalxacaqsa hansı ədalətdən danışmaq olar? Bunların vətənə ən böyük xidmətləri elmlə, təhsillə, Azərbaycanı inkişafa aparmaqladır. Mütləq gərək bu uşaq gedib əskərlik keçə. Vallahi yığışdırın bu pullu təhsili, vallahi. Az olsun, keyfiyyətli olsun. 600 balla oxuyanla 100 balla oxuyan, pullu oxuyanın diplomlarının arasında heç bir fərq olmayacaqsa da ətimizi töküb təhsilin inkişafından zaddan danışmayaq. O 100 balla pullu təhsil alan adamın dədəsinin imkanı olacaq, sabah görün, baxıbla, 1000 yolla, tanışlıqla Azərbaycanın bir rayonunda məhkəmə sədri olacaq, ya hansısa vəzifədə olacaq. Gedib cinayətkardan pul alıb, əvəzinə əməkdar ədəbiyyat müəlliminin adı tutub basacaq da içəri. 650-700 balla qəbul olunan hüquqşünasda çıxıb ya xaricə gedəcək, ya ölkəmizə, ədalətə inamsız biri olacaq. Belə ağıllı, elmli gənclərimizin çıxıb başqa ölkələrə getməyi ucbatından bugün ictimai meydanları translar, qeylər idarə edir. Sosial şəbəkələrdə ağıllı, elmli təfəkkürlərin boş qalan yerlərini velizarlar, baboşlar meydanına alıb, meydan soluyur. Sonra da bu ölkəyə belə rüşvətxorların sayəsində müxalif qüvvələr yaranır. Gələcəyimizi qoruyaq, gələcəyimizi öz əlimizlə məhv etməyək. Mən pullu təhsilə yox deyirəm. Olsun, qoy əvvəlki kimi xaricdən gəlib bizdə təhsil alanlar pullu olsun, öz vətəndaşlarımız yox. Kəmiyyətə yox, keyfiyyətə üstünlük vermək lazımdır. 5 nəfər kadr çıxsın, savadlı çıxsın. Əks təqdirdə indiki kimi hamının ali təhsil diplomu var, amma heç kəs iş tapa bilmir. Müəllimi bazarda kartof satır, hüquqşünası da taksi sürücüsü işləyir. Hamı da narazılıq edir. İnanıram ki, fikirlərim gələcəkdə öz həllini tapacaq. Təhsil millətin güzgüsüdür. Güzgünü öz əlimizlə sındırmayaq. Kanalıma abunə olmağınızı və rəylərinizi əsirgəməməyi xahiş edirəm. Sizin fikirləriniz mənim üçün çox əhəmiyyətli və maraqlıdır.